Uzun müddət komada qalan insanlar, ayıldıqdan sonra sizə ən çox şoka salan xəbər nə oldu? 2015-ci ildə 27 yaşım olanda ciddi bir avtomobil qəzasından sonra 2 ay yarım komada qaldım. Oyananda hələ də trakeotomiyam var idi və danışa bilmirdim. Komada olduğum müddətdən heç nə xatırlamıram, amma məni ən çox şoka salan şey oyananda yeni sevgilimin valideynlərimlə birlikdə dayanması və sanki illərdir bir-birlərini tanıyırmış kimi söhbət etmələri oldu. Mən çox gözəl bir insanam və onların hətta onun varlığından xəbərdar olmaması üçün hər cür səy göstərmişdim. Buna görə bu mənə çox qəribə gəldi. Qəzadan aylar necə keçdiyini xəbərim olmadı və oyandıqdan sonra 1 və ya 2 həftə boyunca hər dəfə yuxuya gedib oyandıqda harada olduğumu və başıma nə gəldiyini yenidən öyrənməli olurdum. Heç bir şey anlamırdım və bir neçə ay boyunca özümü 23 yaşında hesab edirdim. 27 deyil. Bundan əlavə özləri tanımaqda ciddi çətinlik çəkirdim. Tanıdığım insanlara baxanda onlara tanış gəldiyini bilirdim, amma adlarını, kim olduqlarını və niyə mənim üçün tanış olduqlarını xatırlaya bilmirdim. Bir dəfə valideynlərim məni xəstəxananın həyətində gəzintiyə çıxardılar. Xəstəxananın lobisində böyük bir aynanın yanına keçəndə dəhşətə gəldim. Öz əksimi gördüm və valideynlərimin. Ona görə də aynadakı insan mən olduğumu bilirdim, amma öz üzümü tanımırdım. Üzümə heç bir zədə dəyməmişdi. Sadəcə beynim mənim necə göründüyümü qəbul etmirdi. Eyni zamanda məni şoka salan başqa bir şey də oldu. Komaya düşəndə qış idi və hər yer qarla örtülmüşdü. Oyananda isə bahar gəlmişdi və çöldə qar yox idi. Xəstəxanadakı böyük bir pəncərədən baxanda bu mənim üçün anlaşılmaz bir dəyişiklik kimi görünürdü. Amma məni ən çox sarsıdan xəbər valideynlərimin mənzilə gedib bütün əşyalarımı toplayıb kirayə müqaviləmi ləğv etmələri idi. Mən hər zaman çox özəl bir insan olmuşam və onların mənim şəxsi məkanımı boşaltması fikri mənim üçün inanılmaz dərəcədə çətin idi. Əlbəttə ki, bu məntiqli idi, amma mən bunu qavramaqda çətinlik çəkirdim. Uşaq olanda evimiz tikinti altında idi və mən içəridə oynayırdım. Açıq mərtəbədən aşağı düşdüm və başımın üstə yerə çırpıldım. Qardaşım bunu görüb dərhal 911-ə zəng etdi. Özümə gəldiyimdə xəstəxanada TV-yə baxıb və Teddy Grahams yeyirdim. Ondan sonra heç nə xatırlamıram, ta ki bir neçə gün sonra evdə olduğumu anlayana qədər. Valideynlərim isə mənə heç vaxt huşumu itirmədiyimi dedilər. Çünki bütün bu müddət ərzində heç şikayətlənməmişəm, doyunca yemək yemişəm və özüm tualetə də getmişəm. Amma bunların heç biri yadımda deyil. Mən daltonikam və yaşı rəngi düzgün görə bilmirəm. Onu adətən mavi, boz və ya qəhvəyi kimi görürəm. Sarı və bənövşə rənglərdə ayırmaqda çətinlik çəkirəm. Bir neçə il ərzində rəng körü olduğumu belə anlamamışdım. Daha sonra öyrəndim ki, məndə olan bu növ rəng körlüğü baş travması nəticəsində yarana bilərmiş. Özüm belə bir vəziyyət yaşamamışam, amma həyat yoldaşım klinikada uzun müddət huşsuz qaldıqdan sonra ayılanda ayaq altılığını it olduğunu düşünürdü və onu sığallamağa başlamışdı. Biz də onunla birlikdə oynamağa başladıq və ayaq altılığını yaxşı oğlan adlandırırdıq. Orada qaldığımız müddət ərzində hamımız onu belə çağırırdıq. Mənim başıma gəlməyib, amma bacımın qızı metamfetamin istifadə etdikdən sonra ürəyinə ciddi zərər vurmuşdu və nəticədə 3 həftə süni komada saxlanılmışdı. O komada olarkən bəzi anlarda valideynlərin otaqda olduğunu hatırlayırdı. Bir həftə keçdikdən sonra anesteziyanı yüngülləşdirərək onu oyatmağa çalışdılar, amma tam öz şuuruna qayıda bilməmişdi. Bacım qızının dediyinə görə komada olmaq sanki suyun altında olmaq kimi bir his idi. Ətrafdakılar danışırdı, amma nə dediklərini tam anlamaq olmurdu. Nəhayət tam şuura qovuşanda hədsiz dərəcədə təəccüblənmişdi və çox qarışıqlıq hiss edirdi. Onun üçün 3 həftəlik koma sanki bir saniyə içində keçmişdi. Xatırladığı son şey kokain olduğunu düşündüyü maddəni burnuna çəkməsi və sevgilisinin 911-ə zəng etməsi idi. O möcüzəvi şəkildə sağ qaldı, amma bu səhvin nəticələri onun ömrü boyu onunla qalacaq. Onun ürəyi daimi zədələnib və əgər yenidən belə bir şey etsə, çox güman ki, həyatda qalma şansı olmayacaq. 3 həftə uzun müddət sayılırmı? Mən bir motosiklet qəzası keçirdim və 3 həftə komada olmuşdum. Oyananda tam bir başqa insan oldum, əvvəlki kimi deyil. Məlum oldu ki, hipokampusum zədələnib və buna görə də yaddaş itkisi yaşadım. Mən məktəbdə öyrəndiyim bir çox şeyi və əvvəllər nə oxuduğumu hatırlayırdım, amma insanları tanımaqda ciddi çətinlik çəkirdim. Atamı tam olaraq tanımırdım, anamın kim olduğunu isə ümumiyyətlə bilmirdim. Mənim çox gözəl bir qızla münasibətim var imiş, amma onun kim olduğunu və ya necə tanış olduğumuzu heç hatırlamırdım. Yenidən münasibət qurmağa çalışdıq, amma çox qəribə idi.
Köhnə mən yeni məndən çox fərqli idi və buna görə də ona qarşı heç bir emosional bağlılıq hiss etmirdim. Amma komada çıxdıqdan sonra fəlsəfə və məntiq sahəsində inanılmaz dərəcədə inkişaf eləmişdim. Bu sahəyə böyük maraq göstərirdim və kollecə qəbul oldum. İndi isə bir ildən sonra bu sahədə müəllimlik etməyə başlayacağam. Bəzən insanlar mənə yaxınlaşıb salam verirlər, amma mən onların kim olduğunu heç xatırlamıram. Adətən onlara nə baş verdiyini izah etməli oluram və bu biraz qəribə vəziyyət yaradır. Amma çox vaxt yeni dostlar qazanıram və ya köhnə dostluqlarımı bərpa edirəm. Daha çox maraqlı və təhsilli hekayələr üçün kanala abunə olun və bildirişləri aktiv edin. Yeni videolarda görüşənədək.